Son günlər havaların qeyri-sabit keçməsi ilə əlaqədar olaraq sahələrdə arpa və buğdanın biçim prosesində gecikmələr baş verib. Əvvəlki illərdə iyun ayının sonunadək Aran bölgəsində arpa və buğda biçimi başa çatırdı və orada olan kombaynlar qərb bölgəsinə kömək məqsədi ilə dislokasiya edilirdi. Lakin havaların yağışlı keçməsi səbəbindən hələ də Aran bölgəsində biçinin davam etməsi qərb bölgəsinə kömək məqsədi ilə gələn kombaynların gecikdirib. Agroservis Açıq Səhmdar Cəmiyyətinin Ağstafa rayon bölməsinin rəhbəri Elmar Quluzadə bildirib ki, bütün bu cür çətinliklərə baxmayaraq, bölgənin nəzdində olan 5 ədəd kombayn və digər fərdi sahibkarlara məxsus 20 ədəd kombayn hazırda rayonun arpa və taxıl sahələrində biçin aparır. İlk olaraq imtiyazlı təbəqələrdən olan şəhid ailələri və qazilərin arpa və buğda sahələrində biçin işləri aparılır. İnanırıq ki, yaxın günlərdə Aran bölgəsinə biçin başa çatacaq və orada olan kombaynlar rayonumuzda dislokasiya ediləcək və rayonumuzda arpa və buğdanın vaxtında biçini başa çatacaq. Bölgə rəhbəri həmçinin fermerlərə müraciət edərək bildirib ki, vaxt itkisinin qarşısını alınması məqsədi ilə fermerlər kombaynlarının biçin apardığı sahələrin yaxınlığında olan sahələrdə biçməlidirlər. Əks halda kombaynlar digər uzaq məsafəyə biçinə gedir və yenidən həmin əraziyə qayıtması vaxt itkisi və əlavə xərc deməkdir. Hava şəraiti respublikamızda qeyri-sabit keçdiyi üçün respublikamızda arpa və buğda biçimi biraz gecikmişdir. Aran bölgəsində hal-hazırda arpa və buğda biçimi davam edir. Kombaynların dislokasiyasında problem yaranıb. Hal-hazırda Ağstafa rayonunda da arpa və buğda biçimləri başlayıb. Biçimlər bir-birinə demək olar ki, arpa biçimi qurtarmamış, buğda biçimi başlayıb. Ağstafa RB-yə məxsus 5 ədəd kombayn, digər fiziki şəxslərin kombaynları, dislokasiya olunan kombaynlar yeni gəlir Ağstafa rayonuna. İmkanlarımızdan istifadə edərək şəhid və qazi ailələrin ərazilərinin birinci arpası taxılını bistiririk. Ondan sonra digər vətəndaşların, fermerlərin sahələrinin biçilməsinə köməklik göstəririk. Kamran Eskiparalı, Hüseyn Hüseynli, Banuçe Hüseynli, Səs TV xəbər, Ağstafa.